Karbohidratlardan sonra əsas enerji mənbəyi olan yağlar insan həyatında hüceyrə quruluşu, orqanların qorunması və vitaminlərin sovrulması üçün vacibdir. Həyati vacib orqanlardan biri olan beynimizdir ki, onun 60%-dən çoxu yağlardan təşkil olunmuşdur. Ona görə də yağların önəmi çox vacibdir. Amma qeyd elədiyim kimi yağlar soyuq sıxım, rafinə edilməmiş və qatqısız olmalıdırlar və hər bir yağında özünün spesifik bir faydası vardır. Təbii üsulla göz önündə hazırlanan soyuq sıxım yağları sağlam qidalanmanı təmin etməklə yanaşı, eyni zamanda müalicəvidir. Günəbaxan tumundan yağ çəkəcəyik və günəbaxan tumu özü də çiğdir, yəni qovrulmamışdır. Bu da çox önəmlidir. Bu çəlləyin içində biz yağı çəkəcəyik. Günəbaxan tumuna 50 tonluq ağırlıq verərək yağı çıxacaq və bu üsula soyuq presləmə üsulu deyirlər. Yəni həm toxum çiğdir, həm aparatın heç bir qızdırıcı, istilik sistemi yoxdur. Tərkibi vitaminlər, mineral və liflərlə zəngin olan meyvə əzmələri də immun sistemini gücləndirməklə yanaşı, sümükləri də qoruyur. Fındıq əzməsi enerji mənbəyidir, liflə çox zəngindir. Ona görə mədə bağırsaq fəaliyyətinə çox yaxşı təsir göstərir. Qeyd edək ki, saxlama müddəti 6 ay olan rafinə edilməmiş yağlar mütləq sərin və günəş işığından uzaq yerdə saxlanılmalıdır. Könül Rəhim Aydın Ənvəroğlu, Əli Abbasov, Səhər Çağı.